Bu gözəlliyin arxasında böyük zəhmət dayanır. Şarlardan hazırlanan buketlər digər kompozisiyalarla müqayisədə daha çox əmək və vaxt tələb edir, çünki fərqli dizaynda, müxtəlif ölçü və formada hazırlanır. Sifarişçinin zövqünü oxşamaq isə əsas şərtlərdəndir. Müştərilərimiz kreativlik axtaranda, nəsə özəl bir seçimlər axtaranda, güllərdən bezəndə, yəni ona digər formalarını axtaranda bizə müraciət edirlər. Burada qiymətlər şarların sayına görə nəzərdə tutulub. Misal üçün, bu buketdə neçə ədəd gül varsa, bir ədədi 2 manatla nəzərdə tutulub. 1, 2, 3, 4, 5, 6, 7. Deməli, bu buket 14 manatı başa gələcək. Satış meneceri Emil Ramazanovun sözlərinə görə son zamanlar şar buketlərinə tələbat artıb. Bunun isə səbəbi müxtəlifdir, amma ən əsası qiymətlərin münasib olması ilə bağlıdır. Gün ərzində sifarişlərimiz müəyyən qədər çox olur. Şar buketləri 2 manatdan 100 manat arası olaraq dəyişir. Tələbat belə şarlara çoxdur. Belə ürək formalı şarlardan hazırlanan şar buketinin qiyməti 80 manatdır. Şar buketlərinin son zamanlar populyarlıq qazanmasının digər səbəbi həm fərqli atmosfer yaratması, həm də müxtəlif forma və dizaynda yığılması ilə əlaqəlidir. Son dövrlərdə buketlərə tələbat daha çox artıb. Çünki biz bu şarların, misal üçün bu buketlərin həm sevgililər gününə aid, həm analar gününə aid, həm yeni doğulan xəstəxana çıxışları üçün formalarını hazırlayırıq. Və ya övladlarınız hər hansısa bir personajı bəyənirlərsə, cizgi film qəhrəmanlarını, onlara uyğun da buketlər hazırlayırıq. O, istər-istəməz uşaqlarda daha çox sevinc yaradır. Şarlar sevincin və xoşbəxt anların rəngli göstəricisidir. Onlardan hazırlanan buketlər isə sanki uşaqlıq xəyallarının çiçək açmış halıdır. Nigar Babayeva, Vurğan Turabov, Telesəhər.